15 yaşı var, qısa oxuyacaq. Oğullarıyla dərslərində seçilən, ailə və dostlarını sevən, həmçinin onlarla böyük bir hissəsini vaxt keçirməyə xoşlayan və idman yarışlarında iştirak edən, ünsiyyətçi və xodkəm biridir. Lakin valideynlərindən bildirir ki, son 3-4 ay ərzində Zülfiyə həddindən artıq davranışları və əhval dəyişkənlikləri yaranıb, çünki 15 yaşı var və öz otağında vaxt keçirmək üstün tutur, sevdiyi voleybol yarışlarına artıq iştirak etmək istəmir, səbəbsiz yerə əşyalarını dostlarına bağışlayır, ailə və yoldaşlarının nadir hallarda söhbət edir, özünə qapanma hadisələri başlayır, söhbət zamanı çox gərgin olur və həyəcanlı olur, ara sıra həyatının mənasının itdiyini bildirir, ölümlə bağlı xəbərlərdən söz salır, ölümün necə olacağı barəsində suallar verir və mən ölsəm məndən sonra necə davranarsınız deyə sualları da bəzən olur. Ara sıra həyatın mənası itməklə yanaşı, ailə və dostları ilə bağlı bu mövzuların əhəmiyyət verməyərək yeni söhbətlərə davam etdirirlər. Ailəsi və dostları ümumiyyətlə Zülfiyənin geyim tərzindən, xarici görünüşündən, dəyişikliklərdən nəzərə çarpdığını bildirir. Artıq özünə baxımsız şəkildə davranışlar göstərir. Böyük geyimlər və yaxud səliqəsizlik və yaxud ovana yaxın geyimlər bəzən bu depressiyanın əlamətlərini göstərə bilir. Müəllimlər də Zülfiyənin əlamətlərində hansı ki, dərslərinə qarşı olan marağın azaldığını hiss edir, qiymətlərin aşağı düşdüyü, hətta üzürlü səbəbdən olmadığı halda belə dərsdə iştirak etmədiyi halları qeyd olunur. Ailəsi ilə görüş əsasında qeyd olunur ki, valideyni qızlarının bu hərəkətlərinin səbəbini heç cür anlaya bilmir və bunun üçün yaxın zamanda tədbir görəcəklərini bildirirlər. Zülfiyə ilə müxtəlif görüşlər zamanı verdiyi suallara cavab hə və yaxud yox şəkildə, qısa şəkildə olur. Bu hadisədən sonra Zülfiyə ümumiyyətlə daha da susqunlaşmış və ətrafdan təcrid alınmış halda olur. Zülfiyə cəza aldığı üçün evdə tək qalır, yəni ailəsi onu həftə sonu gəzintiyə getdiyi və icazə verir bunu və bunun üçün o artıq cəza alır ailəsi tərəfindən. Heç nə etmək istəmir, ailəsi də həftə sonu artıq onu bu cür davranışlarla dözməyərək siyirmədən tapdığı bütün dərmanları o qəbul edərək, yaşadıqlarını səssiz və ağırlıqsız şəkildə bildirərək bitirmək istəmişdir. Ailəsi evə döndüyündə Zülfiyənin dərman qəbul etdiyini anlayıb tez həkimə müraciət etmişdir. Həkimlə təhlükəli aradan qaldırmaq üçün psixoloqa müraciət olmasını tövsiyə etmişdir və Zülfiyənin davranışları ilə bağlı yaranmış vəziyyəti həll etmək istəmişdir. Və sizcə uşaqlarda hansı problemlər var idi? Yaranma səbəbləri sizcə nə olar durduq yerdə və bu tip uşaqlarla necə olar? Suallar alt-üstə edilməkdə davam edəməyəcəm. Verəcəm sözü qrup nümayəndəsinə 7-ci nömrəyə. Görünür ki, Zülfiyə yeniyetmə yaş dövründədir. Burada nəsə çəkmişdiniz. Burada ağac çəkmişlər, bəhləli bir ağacdır. Onun kökləri var, babası, nənəsi bu Zülfiyəni çox sevərlərdir. Yəni mən ona başa salardım ki, bu baban, nənən sevir, sən öz köküva layiqli bir övlad olmalısan, sənin gələcəyin arxadadır, amma səni çox sevir, sən onların şirin bir meyvəsisən. Özüm bu şəkili ona təqdim edərdim, bu da məndən ona maliki ürəkdən səhvdir. Davam edək. Görünür ki, Zülfiyə yeniyetmə yaş dövründədir. Bu dövr böhran dövrüdür. Həyəcan onun ailəsi ilə sevgiyə ehtiyacı olduğu açıq-aydın görünür və o buna çözüm axtararaq onu dinləyən birinin olmasını istəyir. Onu ailəsində dinləmədiyini görür, üstə çəkən Zülfiyə öz dostları ilə bölüşmək istəyir. Dostların da onun bu görür ki, ona imtinasız yanaşır. Bu Zülfiyə üçün hər tərəfli dəstək lazımdır. Bundan şəxsiyyət yönlü söhbət aparardım. Zülfiyə ilə psixoloji söhbət edərdim. Bu, onun üçün çox zəruridir. Onu inandırmaq lazımdır ki, həyat gözəldir, onun gələcəyi qarşıdadır. Valideynləri onu çox sevir və belə fikirlərlə özünü yormasın. Uğurları hələ çox olacaq və kiçik fikirlərlə özünü yormağı heç də düzgün deyil. Uğurlu insanlar heç zaman ölmürlər. Onlar olmasa belə, onun saldığı izlər həyatda qalır və faydaları hər kəsə olur. Bunu şəhidlərlə belə fikirləşir ki, ölür, hamı ölür, mən də öləcəm. Yəni, deyərdim ki, məsələn, şəhidlər ölmürlər. Onlar, məsələn, insanlar ölür, yaddan çıxır, amma faydası olan insanlar ölmürlər. Mən bilmirəm, o nədən Hamının öldüyünü fikirləşirdi, o da ölə bilər və bu suala cavab axtardığını tapmadığı üçün ruhdan düşürdü. Özünə güvən, səninlə hər zaman, hər mövzuda danışa bilərəm deyə söhbət aparardım.
Pedaqoq olaraq bu şagirdin özü ilə fərdi söhbət edəndən sonra valideynləri ilə də görüş keçirərdim. Qızları ilə yanaşmasının doğru düzgün olmadığını faktlarla onlara danışardım. Əks halda işin öhdəsindən layiqilə gələ bilmədiyimi görərsəm, psixoloqa müraciət edərdim. Burada da çəkdiyim şəkildə soyuna kökünə bəhrəli biri olmağı arzulamaq diləyilə sənin müəlliminə sənə bu şəkli hədiyyə edirəm kimi ona belə bir şəkil hədiyyə edərdim. Çok sağ olun. Minnətdarım.